Amerika səfirliyi, Azərbaycandakı Amerika səfirliyi müvəqqəti bağlanıb. Amerikanın Bakıdakı səfirliyi Novruz və Ramazan bayramları münasibətilə 20-24 mart tarixlərində bağlı olacaq və 25 mart tarixində fəaliyyətini bərpa ediləcək. Öncə mən elə bildim ümumiyyətlə fəaliyyətini dayandırır. Azərbaycanda fəaliyyət göstərən Amerika səfirliyi. Sonra məlum oldu ki, bayramla bağlı insanlar müraciət edir, gedirlər, yaxınlaşırlar. İnsanların problemi çox olanda məhz Amerika ilə bağlı təbii ki, oraya yaxınlaşacaqlar. Ona görə konkret olaraq elan edilib ki, 20 martdan 24 mart tarixlərinə qədər səfirlik fəaliyyətini dayandıracaq. Təbii ki, istinad edirəm modern.az-a. Amerika səfirliyi adından hər kəsə təhlükəsiz və xoş bayram arzuları. Əgər siz Amerika vətəndaşlarısınızsa, bu müddət ərzində təcili yardıma ehtiyacınız yaranarsa, 994 12 488 33 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Yaxın şərqdə olan Amerika vətəndaşları üçün konsulluq məlumatı və yardım almaq məqsədi ilə Dövlət Departamentinin 24-7 fəaliyyət göstərən qaynar xətti ilə əlaqə saxlamağınız tövsiyə olunur. Bəli, demək müvəqqəti olaraq dayanıb 20-sindən 24 marta qədər inşallah 24-dən sonra Amerika səfirliyi, Azərbaycanda fəaliyyət göstərən Amerika səfirliyi iş fəaliyyətini aktivləşdirəcək və iş günləri olacaq, başlayacaqlar.